Biz o layihədən çıxardığında orada bir uşaq var idi Beyləqandan, Abbaslı Munis. O həmişə deyirdi ki, mən razıyam, şəhid olum, amma ki biz qələbə qazanaq da. O sözü deyəndən sonra o insan şəhid oldu. Bugün biz şəhid qardaşımız Munisin tədbiri ilə bağlı ziyarətə gəlmişik. Nəslən mərkəzində qardaşımızın xatirəsinə tədbir keçiriləcək. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hamısının məkanını uca eləsin. Valideynlərlə də səbir diləyirəm. Rəhbərlik adından başsağlığı verirəm. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Tədbir daimi keçirməliyik, bizim borcumuzu hər nə qədər tədbir keçirsək, nə varsaq da ondan borcundan çıxanməliyik. Allah onların məqamını eləsin. Gənclər mərkəzində şəhidimiz Abbaslı Munisin tədbiri keçiriləcək. Biz özümüzə boş bildik ki, gələk onu ziyarət eləyək. Munisin qəhrəmanlığından çox danışmaq olar. Allah onun ruhunu şad eləsin. Yəqin atası Həbib də 1-ci Qarabağ müharibəsinin veteranıdır. Yəqin o vətənpərvərlik hissi elə Həbibdən keçib Munisə qəhrəmancasına torpaqların azad olunmağında böyük şücaət olub. Allah rəhmət eləsin, qəbri nurla dolsun, valideynlərinə də səbir diləyirəm. Var olun ki, belə böyütmüşsünüz, başa çatdırmışsınız. Vətən sağ olsun. Var olun, Allah səbir versin sizə. İlk Gənclər evində Munis qardaşımızın tədbiridir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məqamımızı eləsin. Atasına, anasına Allahdan səbir diləyirəm. Munisin ən böyük arzusu şəhid olmaq idi. Bu, onun son zəkliyintində də əks olunub. Özüm də özümə həmişə deyirəm ki, mən evimdə bir mələk saxlamışam, amma ana olsam da bilməmişəm. Dostuna dediyi sözdür. Yəni sənin ən böyük arzun şəhid olmaqdır. İnşallah o da nəsibin olar. Bax bu cür. Amma son axırıncı ayın 13 günü həm yuxumu da görmüşdüm. Onun da o cür zəngi bax xışıltılı, bax xızıntılı danışırdı. Belə telefon əlindəki ana. Haqqı mənə halal elə. Narahat olma, hər şey yaxşı olacaq. Gülər üzü ilə tanıyardı hər kəs onu. Simasında həmişə təbəssüm olardı. Elə otağında da bizi gülər üzlü fotolarıyla qarşıladı.
Müharibesi getiren İctimai Birliğin şəxsi heyəti adına tədbir iştirakçılarına salamlayıram. Mən də onu demək istəyirəm ki, Munis qardaşımızın bugünkü tədbiri ilə bağlı Munis qardaşımız elə bir ailədə boyun başa çatır ki, qəhrəman bir ailədə, yəni elə bir atanın da üzrə qəhrəman olmalıdır. Hər bir şəhid ailəsindən biz fəxr duyuruq, qürur duyuruq. Beyləqanun olaraq, bir veteran təşkilatı olaraq daimi sizlərin yanında, dövlətin yanında. Bizim də orzumuz odur ki, daim bu şəhidlərlə bağlı olan tədbirlərdə yüksək səviyyədə iştirak edək, şəhidlərimizin unudulmaması üçün biz də əlimizdən gələni əsirgəmirik. Və buradan bölgə müxbirlərimizə tapşırıq və tövsiyelərimizi vermişik ki, şəhidlərlə bağlı olan tədbirləri yüksək səviyyədə iştiqlandırsınlar. Bütün bizim Respublikamızın ərazisində müəyyən media səhifələrində iştiqlandırsınlar. Bizim Beyləqanın qəhrəman olmaları. Bir daha səbir diləyirəm şəhid ailələrine, qarşınızda baş əyirəm. Allah sizə səbir versin. Səhərimiz də bunlardır. Səhəti ağır olanlar da mən gördüm bu şəhid qazilərimizdən. Allah canları sağ eləsin. Onlar bilir müharibə nə deməkdir, yaşamaq nə deməkdir, döyüşmək nə deməkdir. Yəni qazi bizim üçün mən şəxsən özüm həyat yoldaşım qazidir. Mən elə biləm ki, canlı şəhiddirlər. Mən elə biləm yox elədir. Allah hər bir qazimizə şəfa versin. Bizim şəhidlərimizin ruhu şad olsun. Allah analarımız, şəhid analarımız. Allah sizlərə səbir versin. Mən həqiqətən də sizlə nəfəs aldım. Oradan da. Həyatın belə güllü çiçəkli, yazın bax belə bu günləri bizim hal-hazırda mən biləm aprelin 17-sidir. Biraz üzülü sayır, mən də biraz 44 gün müharibədə yaralı əskərlərə baxmışam, özüm də travma almışam. Hətta yadımdan çıxır ay tarixlərdə. Bu günləri bizim bax yasəmənlərin, bənövşələrin çiçək açan günü gedib hamısında qırırıqsa, qoxuluyursa biz şəhidlərimizə borçluyuz. Valla, həqiqətən də. Allah sizləri qorusun, analarımız, şəhid analarımız. Allah sizlərə səbir versin. Çox sağ olun, var olun ki, belə gənclər mərkəzində də Beyləqanın icra hakimiyyəti, onun nümayəndələri çox sağ olsun ki, şəhidlərimizə belə dəyər verirlər.